Bugün Bölgə TV-də Şəhid Anılar Vətən Tanılar layihəsinin ikinci verilişində 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Yaşar Seyidovun əziz xatirəsi anılacaq. Mən şəhid Seyidov Yaşarın həyat yoldaşıyam, Afət Seyidova. Afət xanım, şəhidimiz Yaşar Seyidov necə bir insan idi? Onun xarakteri barədə nə deyə bilərsiniz? Yaşar çox mülayim insan idi, mehriban idi. Qızını çox sevirdi. Düz oğlu ondan sonra üzr istəyirəm həyata gəlib. Amma qızını çox sevirdi. Ailəsinə bağlı insan idi. Mehriban idi, vətənini sevən idi. Mehriban insan idi. Sualım elə olacaq, onun vətənə bağlılığı və vətənpərvərliyi gündəlik həyatda necə hiss olunurdu? O hər səfər televizora baxanda, o vaxtda televizor var idi, ora baxanda o hətta qadınların da müharibəyə getməyini gördü, dedi mən dayana bilmərəm. O könüllü getdi, o heç kəs çağırmadı yəni getməyə, özü könüllü getdi. Müharibəyə getdiyi günləri necə xatırlayırsınız? Sizə necə xəbər etmişdi? Son görüşünüz və ya son söhbətiniz yadınızda necə qalıb? Müharibəyə getdi, o Kürdəmirdə təlim keçirdilər, ora getmişdi. Bilmirdik o hara gedirdi. Əvvəl bilmirdik ki, nə qarır, nə qarmır. Sonra gəldi, bir gün gördük ki, əskər paltarında gəlib ki, mən müharibəyə gedirəm. Haçaqda təlimdəyəm, öyrənmişəm, gedirəm. Mən də dedim ki, bəs bizi qoyub sən hara gedirsən? Amma dedi ki, sizə görə elə gedirəm ki, vətənimiz müstəqil olsun, nə bilim, uşaqlarımız mehriban yaşasınlar, müharibəsiz dünyada yaşasınlar. Ona görə o könüllü olaraq getdi. Yəni, ailəsindən vətənini üstün tutub getdi. Allah rəhmət eləsin. Şəhidlərimizə, hər bir şəhidlərimizə borcluyuq. Onun şəhid xəbərini necə aldınız? Şəhid xəbərin qonşu var idi, gəldi, dedi. Vallahi, nə bilim, üzr istəyirəm, onda mən hamilə idim. Özümdən getmişəm, bilmirəm, nətər olmuşam. Özümdən getmişəm. Yaşar Seyidovun xatirəsini necə yaşadırsınız? Evdə, ailədə onunla bağlı hansı ənənələr var? Xatirəsini elə hər il onun il dönümünü keçirdirik, nə bilim, ona uyğun olan, onun xatirəsindən bizə qalan maqnitofonu var, o saxlayıram. Xatirəsi o xatirə olaraq. Mənə birinci gündən kukla hədiyyə eləmişdi, onu saxlayıram, oradadır hamısı. Nə bilim, valla. Yəni xatirəsi... Artıq 32 il keçib. 32 il keçib, yəni az ömürdür. 32 il keçib, amma yenə ürəyimizdə həmişə əbədi olaraq yaşayacaq. Yəni Afət xanım xatirəsidir, doğum günlərdir, hər zaman qeyd edirik. Hər zaman qeyd edirik. Qeyd edeyim ki, aprelin 24-ü, bu ayın 24-ü onun yaşasıydı, 58 yaşı tamam olacaqdı. Onun övladları atasını necə xatırlayır və onun haqqında nə bilirlər? Qız xatırlayır atasını, amma oğlan görməyib. Amma mən ona vurğulamışam ki, atım belə olub, belə olub. O ürəyində bir şəhid evladı kimi, bir qəhrəman ata kimi ürəklərində yer eləyib, yəni atası. Cəmiyyət tərəfindən göstərilən diqqət və qayğını necə qiymətləndirirsiniz? Nə bilim, valla belə hələ ki biraz yaxşıdır, amma arada unuduluruq. O da deyim, arada unuduluruq. Unudulmasaq, ayrı seçkilik olmasa daha yaxşı olar. Yəni şəhid hamının şəhididir. Birinci Qarabağ, ikinci Qarabağ, fərqi yoxdur. Şəhid şəhiddir. 4 il vuruşub Əliyalın şəhid olublar. Bunlar da vətən üçün, bizim bayrağımız üçün, azadlığımız uğrunda şəhid olublar. Könüllü gedib şəhid olublar. Allah cəmi şəhidlərin məkanını cənnət eləsin, məqamını ucud eləsin inşallah. Amin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin ya Rabbi. Şəhidimiz Yaşar Seyidovun xatirə şəkilləridir və bunlar Afət xanıma verdiyi hədiyyələrdir. İndi onu özü desə daha yaxşı olar. Buyurun Afət xanım. Yaşar bunu mənə
nişanlı vaxtı gətirmişdi. Yəni mən bunu 32 ildir saxlayıram. Ondan bizə xatirə qalan bu maqnitofondur. İşlək vəziyyətindədir, yəni. Kaseti də içindədir, özünün xoşuna gələn mahnısı da oradadır, elə işlək vəziyyətindədir. 32 ildir mən bu xatirəni də ondan əbədi olaraq saxlayıram. Xatirə şəkilləridir. Ən axırıncı dəfə döyüşə gedəndə o şəkili çəkdirib, bir ay şəhid olmamışdan bir ay öncə çəkilib şəkil. Bu da dostudur. İkisi də 11 gün arası olub. Əvvəl bu şəhid gəlib, sonra o. Allah rəhmət etsin. Ölənlərinizə rəhmət. Afət xanım, gənclərə xüsusilə bu nəslə nə mesaj vermək istərsiniz? İstərdim ki, gənclər də belə qəhrəman olsunlar, heç nədən qorxmasınlar, vətənini sevən olsunlar, bayrağını sevən olsunlar. Çox istəyərdim gənclər də elə olsunlar və bu şəhidləri heç vaxt unutmasınlar. Bəli. Çünki şəhidlər onlar üçün, bizlər üçün, sizlər üçün canlarından keçiblər. Onları heç vaxt unutmasınlar, yad eləsinlər. Çox arzulayardım. Bizə maddi yox, bizə mənəvi dayaq lazımdır. Çox arzulayardım ki, bizi unutmasınlar. Şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəli, Allah bütün şəhidlərin məkanın cənnət, məqamın uca desin inşallah. Amin.